Azərbaycanda internetin qiyməti yüksəkdir. Ona görə də hamı üçün əlçatan deyil. Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz fikrini bildirib. O, sosial media hesabında paylaşım edib. Bu sahədəki ədalətsiz yanaşma, monopolist yanaşma, eyni zamanda da hamı üçün əlçatan olması, yəni internetin hamı üçün əlçatan olması üçün qiymətlərin endirilməsi və digər məsələlərlə bağlı öz fikrini bildirib, müvafiq təkliflərin irəli sürüb. İndi həmin onun paylaşımını, onun fikirlərini diqqətinizə çatdırmaq istəyirəm. O bildirib ki, 5-10 min manat maaş alan da, 320 manat pensiya alan da eyni 25 manatı ödəyir. Kartel deyilirdi. Bəs sonra nə oldu? 2024-cü ilin 15 avqust tarixində dövlət provayderi Aztelekomun təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən bütün internet provayderləri eyni gündə və eyni qərarla minimal tarifləri 50% artıraraq 25 manat səviyyəsində müəyyən etdilər. Anti-İnsar Agentliyi həmin vaxt bu qərarı kartel sövdələşməsi və seçim hüququnun məhdudlaşdırılması kimi qiymətləndirərək araşdırma başladığını açıqlamışdı. Amma indiyədək bu araşdırmanın nəticəsi ictimaiyyətə açıqlanmayıb. Bugün də vəziyyət dəyişməyib. İstər pensiya alan, istərsə də özəl şirkətlərdə və dövlət qurumlarında yüksək maaşla çalışanlar, hər kəs eyni tariflə 25 manatla internetə çıxış əldə edirlər. Heç bir alternativ seçim imkanı təqdim olunmur. Təsəvvür edin ki, regionlarda 320-400 manat minimal əmək və minimal pensiya alan vətəndaşlar gəlirlərinin 7-8%-ni internetə ödəyirlər. Dünyanın heç yerində belə göstərici yoxdur. Dünyada bu göstərici 1-2% civarında məqbul hesab edilir. Ən paradoksal məqam isə odur ki, bu qiymət artımına qərar verən şəxslər 5-10 min manat maaş alanlar gəlirlərinin cəmi 0,2-0,5%-ni internetə xərcləyirlər. Bu vəziyyəti necə izah etmək olar? İndi mən tənzimləyici olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə, Aztelekomun yeni sahibi olan Ascona və nəhayət hökumətə müraciət edirəm. Bu qədər açıq-aşkar ədalətsizliyə nad vermək olar. BMT-nin yeni tələblərinə əsasən internetə çıxış insanların fundamental hüququ kimi tanınır. Bu hansısa bir lüks deyil. Əgər bölgələrə, sosial təbəqələrə və real tələbatlara uyğun tarif modelləri təqdim olunmazsa, rəqəmsal bərabərlikdən danışmaq mümkün olmayacaq. Rəqəmsal transformasiyanı sürətləndirmək, rəqəmsal xidmətlərə əlçatanlığı artırmaq və xüsusilə regionlarda yaşayan vətəndaşlara yeni imkanlar yaratmaq üçün onlayn çıxışın genişləndirilməsi vacibdir. Vəziyyətdən çıxış yolu nədir? Bəli, Aztelekom böyük bir iş görərək ölkə üzrə internetə əlçatanlığı genişləndirib, amma bu uğurun ardınca ölkə bazarının 50%-dən çoxuna nəzarət edən nəhəng bir dövlət provayderinə çevrilib. Əlavə olaraq dövlətə məxsus magistral xətlərin əksəriyyəti də Aztelekomun ixtiyarındadır. Son zamanlar isə bir neçə provayder və şirkətləri də özünə birləşdirə bilib. Beləliklə də bazarda dövlətə məxsus Aztelekomun hökmran mövqeyi formalaşıb. Bugün Ascon Holdingin tərkibində aylıq 100 milyon manatdan çox gəlir əldə edən ən böyük oyunçu da məhz Aztelekomdur. Ona görə də ilk addımı dövlət Ascon tərkibində olan Aztelekom atmalıdır. İlk olaraq Aztelekom minimal tarifləri aşağı salmalı, bölgələr üçün fərqli, daha münasib seçim imkanları təqdim etməlidir. Hazırda cəmiyyətin gözləntisi də məhz budur deyə Osman Gündüz fikirlərini bildirib.